Salam dostlar, bugün sizə TikTokda öz bəyənmə sayınızı necə artıra bilərsiniz bu şəkildə onu göstərəcəm. Bunun üçün sizdən TikTok hesabınızın şifrəsi tələb olunmur, nə də hər hansı bir proqram, uygulama yükləmək tələb olunmur. Və bu bəyənmələrin heç biri bot deyil. Bu bəyənmələr vasitəsilə hətta sizin paylaşımlarınız keşfətə çıxa bilər, izlənmə sayınız arta bilər, yorum sayınız arta bilər, takipçi sayınız da arta bilər. Və hansı ayarı etməliyik? İndi sizə onu göstərirəm. Buradan ayarlar bölməsinə daxil oluruq. Buradan ayarlar və gizliyə gəlirik. Yenidən gizliyə gəlirik. Hesabımızı bu şəkildə hər kəsə açıq edirik ki, biz bəyənmə hiləsindən yararlana bilək. Və mən öz hər hansı bir paylaşıma daxil oluram və buradakı bəyənmə sayını sizə göstərirəm. Gördüyünüz kimi bir çox paylaşımlarıma demək olar ki, bəyənmə və izlənmə göndərmişəm. Məsəl üçün paylaşıma daxil oluram. Buradan bağlantını kopyalayıram. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adına şərh qismini yazan hər kəsə 500 TikTok takipçisi hədiyyə edəcəm. Onu da qeyd edim ki, bu hilənin sizin hesabınıza heç bir zərəri yoxdur, nə də hesabınız ban falan olmur. Yəni rahatlıqla güvənli bir şəkildə istifadə edə bilərsiniz. Paylaşım linkimizi kopyaladıqdan sonra biz Google-a daxil olacağıq və axtarış yerinə bu saytı yazırıq. Takipçi.com. Bura keçid edirik. Buradan ən aşağı gələcəyik. Burada görəcəksiniz bütün hilələr var. Bunlar pulsuz xidmətlərdir. Bura keçid edirik. Və buradan TikTok hilələri, TikTok bəyəni hiləsini seçirik. Onu da qeyd edim ki, günlük sadəcə 1000 ədəd göndərə bilirsiniz. 1000-dən çox göndərmək olmur. Əgər istəsəniz 10.000, 20.000 ödəniş edərək göndərə bilərsiniz. Azərbaycanlı bəyəni istəyirsə Azərbaycan, xarici istəyirsə xaricini seçib göndər butonuna basdıqdan sonra 1 saat ərzində bəyənmələr göndərilir.